İnnel hamdalillah ve salatu ve selamu ala Resulillah ve sahbihi ecmaîn amma ba'du. Min ahkamil ittisal vel infisal. Deməli Əlfiyyə kitabın şərhini götürürük. 62-ci beytdəyik və mövzu damirlərin muttasil və munfasil olaraq gəlməsidir. Yəni onun əhkamlarıdır. Deməli İbn Məlik rahmehullah gətirir. وذو انتصاب في الانفصال جعل إياي والتفريغ ليس مشكلة. Burada zu mübtədadır. Cu ilə onun xəbəridir. Və cu ilə özü iki dənə məful gətirir. Bir məfulu indi bu məchulda gəlib deyənə damir müstatirdir. İyyəyə də onun ikinci məfuludur. Əgər deyir nasb halında yəni infisal olaraq etsən, nasb halında infisal olaraq onda İyyəyə ilə. Və təfri'u, burada təfri' yəni mübtəda, leysə müşkilən xəbərdir. Təfri'u onun furuları isə, yəni İyyəyənin furuları. İyyəkə, İyyəhum, İyyənə digərləri. Leysə müşkilə. Yəni aleykə, leysə müşkilə aleykə. Yəni artıq bunu bölmək, yerdə qalan bölümlər sənin üçün bir işgəl deyil. Yəni digərlərində bu cür elə. Yəni furu nədir? Təfriə nədir? Təqsim. Təqsimu bəqin leysə sa'bun aleykə. Yəni. İbn Aqil rahmehullah şərhdə buyurur. Əşarə fi hədəl beyt iləl mənsub əl-munfasil. Bu beytdə nasbda və munfasil olanlara işarə elədi. Və huvə ithnə əşərə iyyəyə lil mütəkəllim vahdə. İyyəyə birinci şəxsin təkindədir. Və iyyən lil mütəkəllim müşarək əl-muazzim nəfsə. İyyənə isə birinci şəxsin müşarək, yəni cəmindədir. Və yaxud da ki, özünə yüksək dəyər vermək üçün biz istifadə eləyib. Onu da deyim ki, yəni Azərbaycan dilində muazzim ola bilir həm birinci şəxsdə, həm ikinci şəxsdə. Ən çox da biz ikinci şəxsdə istifadə edirik. Misal üçün, qarşı tərəfi təkid amma siz deyirik, hörmət olaraq. Amma ərəblərdə, yəni ikinci müxatabda muazzim yoxdur. Muazzim yoxdur. Baxmayaraq ki, biz indi hərdən deyirik, amma qarşı tərəf deyir ki, ehtiyac yoxdur. Yəni təkid edirsən, bizdə eyib sayılmır. Nəm. Və iyyəkə lil müxatab. İyyəkə isə ikinci şəxsə aiddir, yəni kişi cinsinə. Və iyyəkə lil müxatabəti, ikinci şəxsin qadın cinsinə. Və iyyəkumə lil müxatabeyni əv müxatabəteyni. İyyəkumə isə ikinci şəxsin həm kişi, həm qadın cinsinə aiddir. Və iyyəkum lil müxatabinə. İyyəkum, yəni ikinci şəxsin kişi cinsinin cəmini. İyyəkunə lil müxatabət. İkinci şəxsin qadın cinsinin cəmi. Və iyyəhu lil qayib. İyyəhu, yəni üçüncü şəxsin kişi cinsinin təkindədir. Və iyyəhə lil qaibəti. Üçüncü şəxsin qadın cinsinin təkidir. İyyəhumə lil qaibeyni əv qaibəteyni. Bu isə üçüncü şəxsin ikiliyindədir. Həm kişi, həm qadın olaraq, qadın cinsində olaraq. Və iyyəhum lil qaibinə. Üçüncü şəxsin cəmində kişi cinsində. İyyəhunə lil qaibət. Üçüncü şəxsin qadın cinsindədir. O ki, qaldı indi iyyə. Burada damir hansıdır? Bu ixtilafdır. Bəziləri deyirlər ki, iyyə damirdir. Artıq burada kum bildirən bir hərfdir. Necə ki, zəlikədəki kimi. Bəziləri deyirlər ki, yox, kum elə damirin özü də iyyə bir sadəcə dirəkdir. Bu cür ixtilaflar var. Amma açığı mənim önümə çıxan irabların əksəriyyətində iyyəni damir kimi götürürlər. Kumu isə bir işarə, bir hərfi kimi götürürlər. Sonra 63-cü beytdə və fi ixtiyarın la yəci'ul əl-munfasil İzə təəttə ən yəci'əl muttasil. Deməli, və fi ixtiyarın, yəni zərurətdə, yəni zərurət olmadıqca, yəni adi halda, la yəci'u munfasil. Yəni fi ixtiyar, yəni zərurət olma, adi hal, amma əksi nədir? Zərurətdə. Zərurət olmadıqca la yəcuzu munfasil.
munfasil nədir? Yeci'u gəlmir, işlənmir. İdə təəttə ən yeciyəl muttasil. Amma deyir imkan olduqda, yəni damir muttasilin gəlməsi mümkün olduqda, damir munfasil gəlməz. Damir munfasil gəlməz. Əgər imkan varsa, ən yeciyə muttasil kimi gətirmək, onda munfasil kimi gətirmə. Amma zərurətli olar, yəni şeirlərdə. Deməli, kullu mövdi'in əmkənə ən yu'tə fihi bid-damir muttasil la yecuzul udulu anhu ilə munfasil. İlə munfasil. Və nə ki, o yerlər ki var, yəni şərait olan bütün yerlərdə ki, muttasil damir kimi gələcək, icazəli deyil udul üst tutmaq hara munfasilə. Udulu anhu, yəni ondan vaz keçib munfasilə tərəf yönəlmək icazəli deyil. Yəni muttasil gəlibsə muttasil elə. Ehtiyac yoxdur munfasilə. İllə fīmə səyəzkuru musannif, yalnız hansı ki musannif öndə gələcək, yəni beytdə qeyd edəcək, yəni ondan xaric, o istisna olaraq. Fələ təqulu fi əkrəmtukə, əkrəmtu iyyəkə. Yəni imkan varsa əkrəmtukə deməyə, əkrəmtu iyyəkə, yəni ehtiyac yoxdur. Nədir? Əkrəmtu verdim, sənə ikram etdim. Əkrəmtu iyyəkə ehtiyac yoxdur. Lənnəhu yumkinu ityan bil muttasil. Çünki muttasil gətirmək şəraiti var. Fətəqul əkrəmtukə deyə bilərsən. Onu da deyim ki, qardaşlar, biz burada məğrifənin mərtəbələrini bilməyimiz, yəni mütləqdir ki, bu muttasil munfasil söhbətini başa düşək. Deməli, demişdik ki, məğrifələr ümumən damirlər, aləmlər, ism-müşarilər və s. Amma məğrifənin özünün içində də mərtəbələr var. Yəni damirlərin içində ən məğrifə mütəkəllimdir, birinci şəxsdir. Sonra müxatabdır, sonra gayibdir. Çünki ənə deyəndə hamı bilir ki, söhbət məndən gedir. Amma əntə deyəndə qarşı tərəfə, niyə ənədən aşağıdır? Əntə deyəndə bəzən görürsən, qarşı tərəfdir ki, mənənsən, yəni sağına soluna baxır. Fikir versən, yəni ona görə ənədən mərifəli cəhətdən faizi aşağıdır. Bəzən buna əxassu zat deyirlər, xas əxassu. Deməli, damir mütəkəllim əxassu nədir? Minəl müxatab. Və müxatab isə əxasdır, nədir? Minəl gayibdir. Bunu bilməyimiz nə üçün lazımdır? İnşallah indi gələcək beytlər var ki, onu normal başa düşmək üçün. Yaxşı, deməli, harada qaldıq? فإن لم يكن الاتيان بالمتصل تعين المنفصل. Əgər muttasil gətirmək ümumiyyətlə mümkün deyilsə, munfasil etmək daha da nədir? Qətiləşir. Nəhvə iyyəkə əkramtu. İyyəkə əkramtu. وقد جاء damir fi şeir munfasilə mə imkanil ityan bihi muttasilən. Yaxşı, buna baxarıq. Deməli, burada iyyəkə əkramtu, burada artıq məcbursan ki, munfasil gətirmək, onda yəni ehtiyac yoxdur muttasil etmək. O nə deməkdir məcbursan? Yəni elə əkramtuka deyə bilərsən də. Əkramtukanın mənası odur ki, mən səni ikram etdim. Amma iyyəkə əkramtunun mənası odur ki, mən yalnız sənə ikram etdim. Sən əgər hasr, qasr deyirlər də buna bəlağətdə, sən yəni vurğunu göstərmək istəyirsənsə, yalnızlığı bildirmək istəyirsənsə, hasrı bildirmək istəyirsənsə, sən nədir? Məf'ulun bihini öndə gətirməlisən. Və bu məf'ulun bihin öndə gətirdikdə, əgər o gətirdiyi məf'ul bir damirdən ibarətdirsə, onda sən bunu kə əkramtu deyə bilmərsən axı.
İyyəkə əkramtu deyəcəksən. Ona görədir ki, əgər yəni mümkün deyilsə muttasil eləmək, mümkün deyilsə, yəni bəlağət cəhətdən mümkün deyilsə, yoxsa belə nə var ki, əkramtuka deyə bilərsən də. Və qad cəə damir fi şi'r munfasilə mə imkan ityanı bihi muttasil. Amma bəzən görürsən ki, şeirlərdə baxmayaraq ki, muttasil gətirmə imkanı olduğu halda munfasil gətirir. Necə ki, şairin bu sözündəki kimi bil bəğitil əlvarisil əmvati qad daminət İyyəhum əl-ardu fi dahril dəharir. Burada daminathum olmalıydı. Daminathum. Və burada şair deyir, bilbəğisi and olsun dirildənə, yəni Allah and içir. Əl-varisil əmvat, ölülərin varisinə, hansı ki ölülər öləndən sonra yəni varis qalır, yəni yerdə qalır, yəni Allah Taala da hamısının maliki. Qad daminathum yəni əl-ardu, yer onları içinə alır, yəni onları qoruyur. Fi dəhril dəharir. Yəni şiddətli zamanda. Yəni fi dəhr dəharir, yəni zəmənin şədəid. Dəharir şədəid yəni. Hər bir halda bizə lazım olan tərəf nədir? Daminathum. Bir də sizdə də bu aşağıda qeyd var ki, damir munfasilin gələn mövduları. Yəni harda damir munfasil, mütləq damir munfasil kimi gəlməlidir. Hardasa 10 dənəsini gətirirlər. Xamis, sədis, səbi. Yəni istəyən şəxs yəni ona baxa bilər. Çox maraqlı orada şeylər gətirir, qaydalar gətirir ki, harda gəlməlidir. Sonra 64-65-ci beytdə burada da deməli ə'tanın əxavatları ilə kənin əxavatların xatırlamaq lazımdır. Ə'tan əxavatları nə idi? Səələ, kəsə, ərə, ə'ləmə bu cür. Kənin də əxavatları aydındır. Deməli İbn Məlik rəhməhullah gətirir. Vasil avfsil həə səlnihi və mə əşbəhəhu fi kuntuhu əl-xulfu intəmə. Deməli, səlnihini mötəziyə alsaq, bir də kuntunu. Çünki bu ləfz kimidir. Deyir, vasil muttasil elə, və yaxud da munfasil elə. Səlnihinin həsini. Səələdir burada. Amma xəbəriyyə deyil. Tə'tiyyə səlidir. Xəbəriyyə nədir? Yəni, məndən soruş. O deyil. Yəni, burada tələb mənası. Məndən istə, məndən tələb et. Məndən onu tələb et. Səlnihi. Burada deyir ki, onun həsini, yəni səlnihinin həsini istəsən vasil, istəsən də fasl elə. Və mə əşbəhəhu və nə ki deyir, ona oxşarlar var. Və mə əşbəhəhu. Bu qutardır. Yəni, nə ki ona oxşanlar. Sonra keçir yeni bir şeyə, deyək ki, burada əşbəhəhu nə demək istəyir? Yəni, səələnin əxavatları yoxdur. Səələnin əxavatları yoxdur, ə'tanın əxavatları. Onu deyir. Səələdə ə'tanın əxavatlarından. Sonra yeni bir gəlir ki, fi kuntuhu bu xəbərdir. Fi kuntuhu xəbərdir. Xəbər necə xəbərdir? Yəni, intəmə ilə bir yerdə. İntəməyə mütəalliqdir. Əl-xulfu mübtədadır. Aydındır. Yəni, elə bir ki, belə cümlə belədir. Əl-xulfu intəmə fi kuntuhu. Və deyir, kuntuhu da ixtilaf nisbət olunub. Yəni, ixtilaf nisbət olunub kuntuda, yəni alimlər kuntuhuda ixtilaf ediblər. Yəni, kuntuhu deyək, yoxsa kuntu iyyəhu deyək. Burada diqqətli olursunuz nəyə? Əsli mübtəda xəbər olanın iki məfullər ki var idi. Birinci məful, ikinci məful. Əsli mübtəda xəbər olmayan birinci məful, ikinci məful söhbəti var. Ona diqqət yetirirsiniz. Söhbət burada nədən gedir? Əsli mübtəda olmayan
nədir? Mübtəda xəbərdəndir. Çünki səlnihi ya burada ənədir. Hi də nədir? Huva. Ənə huva. Elə mübtəda xəbər olmur axı. Aydındır. Amma birinci və ikinci məfuldur. Misal üçün desən ki, Zeydun əl-kitabu. Zeydun kitabun. Zeyd kitabdır. Elə mübtəda xəbər yoxdur. Yəni məntiqcə. Amma deyirsən ki, ə'ta Zeydən, ə'taytu Zeydən kitabən. Və kuntuhu oldum o. Oldum o. Yəni kuntu iyyahu deyə yoxsa kuntuhu deyə. Burada bir ixtilaf var. Kəzəkə xiltənihi. Necə ki deyir, eləcə də kəzəkə xəbər dönə keçib, xiltənihi burada mübtədadır. Deyə bilərsiniz ki, axı bu xiltənihi feil, fail, məful bihi mübtəda ola bilməz axı. Bu, yəni ləfzu xiltənihi demək istəyir. Yəni bu xiltənihi kəlməsi. Elə həmçinin deyir, xiltənidə də ixtilaf var. Xiltəni deyəndə nəyi deyir? Xiltə, xalə nə idi? Təsəvvür eləmək. Zanla deyir də burada da. Və ittisalən əxtaru. Deyir, burada isə, mən ümumiyyətlə deyir, burada isə əxtaru ittisaləndir. İttisalən məful bihidir. Əxtaru, yəni feil fail. Fail namir müstatır ənə, vücubən. Deməli, mən deyir, ittisali muttasili seçirəm. Qeyri, məndən başqası, yəni nə deməkdir məndən başqası? Zahirən elə bilirsən ki, bütün cümhura müxalif çıxır. Yəni məndən başqası. Yox, Sübavəhi nəzərdə tutulur. Sadəcə adını çəkməyib, aşağıda gedirlər ki, adını çəkməyib ona görə hörmət olaraq. Yəni Sübavəhi ilə İbn Məlikin arasında 600 il fərq var. Yəni Sübavəhi qədimdir, rahmehullah. Məndən başqası, yəni Sübavəhi ixtara infisalə. O munfasili seçib. Ki, yəni kuntu iyyahu olmağı daha yaxşıdır. Mən isə kuntuhun əfsəl cəhətdən götürürəm ki, yəni problem yoxdur. Əşara fi hədeyni əl-beyteyni ilə məvadi yəni məkan əlləti yəcuzu ən yu'tə fiyhə bil-damir munfasilən mə'a imkanən yu'tə bihi muttasilən. İbn Məlik rahmehullah işarə elədi bu iki beytdə nəyə? O yerlərə ki, yəni muttasil gətirmək imkanı olduğu halda munfasil gətirməyi də gətirməyin icazəli olmasına işarə etdi. Və əşarə bi qavlihi səlnihi bu sözü ilə, yəni onu məndən tələb et sözü ilə nəyə işarə elədi? İlə mə yetəaddi ilə məfuleyni thəni minhumə leysə xabəran fil asl. Yəni o mütəaddilərə ki, yəni öz əxvatlarına ki, iki məful gətirirlər, iki məful mütəaddi təsir eləyə bilir. Amma ikincisi, onlardan ikincisi əslən xəbər deyil. Yəni ənə huva alınmır da, belə bir mübtəda xəbər yoxdur. Və huva damirani. Onlar ikisi də damiri olurlar, yəni damiri olmalıdırlar. Nəhva. Çünki zahir ismi olsa ehtiyac yoxdur. Zahir ismindən biz danışmırıq. Nəhva. Əd-dirhamu səlnihi. Bunu iki cür tərcümə eləmək olar. Dirhəm burada mübtədadır. Səlnihi, burada feil, fail, məful, iki dənə məfulu ilə bir yerdə dirhəmin xəbəridir. Amma Azərbaycan dilində belə. Dirhəm, onu məndən istə. Yəni, sanki dayanırsan. Amma dirhəmi məndən istə. Dirhəmi məndən istə. Fəyəcuzu ləkə fi həyi səlnihi əl-ittisal. Səlnihinin həsini icazəlidir ki, muttasil eləyəsən. Nəhvə, səlnihi bayaqki kimi. Vəl-infisal da icazəlidir. Nəhvə, səlni iyyəhu. Və kəzəlikə kullu fiyəlin əşbəhəhu. Əşbəhə, yəni səlnihə. Oxşanlardır belədir. Nəhvə, əd-dirhamu, yəni əqtanı baxın gətirdi. Ə'taytukəhu. Və yaxud da ə'taytukə iyyəhu. وظاهر كلام المصنف أنه يجوز في هذه المسألة انفصال والاتصال على السواء. Zahirən elə görünür ki, musannifin sözündən ki, bu məsələdə infisalla ittisal məsələsi eyni şeydir. Yəni seçim olaraq. Və huwa zahiru kəlamil əksərin nəhviyyin. Və həmçinin də nəfçilərin əksəriyyətinin sözündə zahirən elə görünür. Və zahiru kəlami Sibaveyh
Ən ittisale fiha vacibun. Amma gördüyünüz ki elə deyil, yəni seçim deyil. Sibavayhə görə ittisal bu məsələdə vacibdir. Və ennel infisal məxsusun bi şe'r. İnfisal isə şeirdə məxsusdur. Yəni Sibavayh də nə üçün götürüb onu? Yəni Sibavayh rahmetullah deyir ki, bu mübtəda xəbərdirsə əsli kuntuda da misal üçün. Əslən mübtəda xəbərin də şey nədir? İnfisal olmalıdır da, ayrı yazılmalıdır. O cəhətdən oraydadır. وأشار بقوله في كنته الخلف انتمى إلى أنه إذا كان خبر كان وأخواتها ضميرا. Düzdür, orada Sibavayhin sözü hələ səlnihə aid idi. Kuntuhu indi gəlir. İlə ənəhu izə kənə xəbəru kənə və əxvatinə damira. Əgər kənə və onun əxvatlarının xəbəri damir kimi olarsa, fəinnəhu yəcuzu ittisalu və infisaluhu. Yəni bu beytinə infisal, ittisal məsələsini icazəli görür. Vaxtulifə fil muxtar minhumə. Amma ixtilaf var ki, tutaq ki, caizdir. Ümumiyyətlə, bəzən görürsən ki, ixtilaf var ki, ümumiyyətlə olmaz, caizlik söhbəti aradan götürülür. Bəzən də caizdir, icazəlidir, amma ixtilafdır, hansı əfzəldir. İndi burada caiz tərəfi varsa, muxtarında ixtilaf var, yəni hansı əfzəldir. Fəxtar əl-musannif ittisal. Musannif muttasili götürür. Nəhvu kuntuhu. Kuntuhu kimi. Nə deməkdir kuntuhu? Mən oldum o. Elə bir ki, kuntu müdərrisən. Mən müdərris oldum, mən o oldum. İxtara Sibavayh infisal. Sibavayh munfasil götürür. Nəhva kuntu iyyəhu kimi. Təqul, misal üçün deyirsən ki, əs-sadiqu kuntəhu. Mən dost olmuşdum ona. Mən ona dost olmuşdum. Və yaxud da kuntu iyyəhu. Orada kuntehu yəni sən olmuşdun, sən ona dost olmuşdun. Və kəzəlikəl muxtaru indəl musannif ittisalı fi nəhvül xiltənihi. Necə ki, beləliklə, yəni musannifin indində rəyinə görə ittisal məsələsi də yəni əfsəldir, yəni onun o rəydədir, xiltənihi də. Xiltənihi nə deməkdir? Məni o hesab etdi. Yəni məni kiməsə oxşatdı da. Elə bir ki, bunun yerinə şeylər qoysa, zahir qoysa, ismi zahir. Yəni xiltə Zeydən Amran. Zeydi Amr hesab etdi, zən etdi. Xiltənihi nədir? Məni o zən etdi. Və huvə kullu fiilin təaddi iləl məfuleyni. Və burada deyir, bunlar hamısı iki məfulunu neyniyir, təsir edir. Əs-səni minhumə xəbərun fil əsl. Bunlardan ikincisi əslən nədir? Yəni burada mübtəda xəbər əsldir da. Fil əsl və huma damiran. Və onlar nədir? İkisi də damirdir. Və məzhəb-i Sibavayh, yəni bu belə bir məsələdə, yəni əsli mübtəda xəbər olanda, ənəl muxtar fi hədə aydan infisal. Sibavayh rahmanullah munfasili götürüb ki, yəni xiltəni iyyəhu dinər. Və məzhəb-i Sibavayh ərcəh. Bu məsələdə, yəni Sibavayh ərcəhdir. Daha üstündür. Amma kuntu məsələsində yox, qardaşlar. Kuntuda yəni hədis var. İndi baxa görək, göstərərəm hədisi. Lənnəhu vəl-kəsiru fil-lisanil ərəb. Çünki o əsli mübtəda xəbər olan məsələsində, yəni Sibavayh daha haqlıdır. Çünki lənnəhu vəl-kəsiru fil-lisanil ərəb alə mə həkəhu Sibavayh anhum. Hansı ki deyir, o ərəblərin dilində o cür yəni istifadə olunur. O da deyir, ərəblərin belə eşidib və belə də danışıb və belə də dərs deyib. Və huvə əl-müşafihu ləhum. Və onlarla canlı danışan şəxs idi. Deməsi ki, Sibavayh İbn Məlikdən daha qədimdir və tayfalarla oturub durub, üzbəüz onlarla söhbət. Müşafih, yəni üzbəüz oturub söhbət edib. Qalə şair, şair deyir ki, şairin sözünü burada munfasil muttasila sonra görə gətirmir. Sadə Sibavayhi tərifləyir, ona görə gətirir.
İza qaletil hazami fesaddiquha fe innel qavle ma qalet hazami. Bu əslində şeirdir, bu beytdir. Sadəcə bunu ərəblər atalar sözü kimi istifadə edirlər. Kim, hansı adam üçün? O adam ki, sözündə dönməzdir, sözü tutarlıdır. O adam üçün bunu deyirlər ki, əgərdir Həzəmi qadın adıdır. Əgərdir Həzəmi nəsə desə, onu təsdiq eləyin. O biraz dürüst qadın olub, sözündə belə güvənilir qadın olub. Deyir ki, həm də şairin deyəsən istədiyi qız olub. Yəməmə qəbil bu şəhəri var. Onun sultanı da elə Yəməm olub, onun adından götürüb, onun qızı idi. Deyilənə görə 3 günlük məsafəni uzaqdan görərmiş. Onu telefonu da ehtiyac yoxdur ona. Amma sözündə belə sadiq qadın olur və şair onun üçün belə bir söz yazır ki, şeir yazır ki, əgər Həzəmə bir söz desə, onun sözünü təsdiqləyin. Həqiqətən söz Həzəmənin sözüdür. Yəni o nə desə o da olar. Bunda yəni demək istəyir ki, Sibaveh Rahman olsun bunu gətirir ki, yəni Sibaveh dedisə vəssalam. Yəni bu cür. Amma Sibavehin kənə məsələsində deyək ki, zəif rəy olmasını isbat üçün sizdə də var bu hədisi gətirir ki, Peyğəmbər sallallahu hədisində əslində İbn Məlikin dediyi daha üstündür. Çünki Peyğəmbər sallallahu deyir ki, Ömər ibn Xattaba fi şə'ni İbn Sayyad, İbn Sayyad məsələsində, İbn Sayyad bilirsiniz də, yəni Dəccala oxşuyurdu. Və Ömər radiyallahu anh'a deyir ki, yəni hədis uzundur. Yakunhu, baxın, kənəni demədi, yakun iyyahu. İn yakunhu fələn tusallad aleyhi. Əgər o həqiqətən şeydirsə, nədir bu, dəccaldırsa, sənin ona musallət ola bilmərsən. Yəni Allah Teala sənə ona imkan verməsə, sən onu öldürəsən. Və illə, yox, əgər elə deyilsə, yakunhu fələ xeyrə ləkə fi qatlihi. Onu öldürməkdə sənə bir nədir, xeyir yoxdur. 66-cı beyti bunu inşallah saxlayar, gələn dərsimizə götürərik. Sübhanək Allahumma və həmdik, əşhədu ən la ilahe illə əntə, əstəğfiruka və etûbü ileyk.